Salam dəyərli izləyicilər. Bugün həm kökü, həm yarpaqları, həm də ki çiçəyi xalq təbabətində əsrlərdir müalicə vasitəsi kimi istifadə olunan bir bitkidən, zəncirotundan danışacağam. Əgər həyətinizdə, parkda və işə gedərkən yolda bu bitkiyə rast gəlirsinizsə, bu videomuza mütləq sona kimi baxın. Sizə xəstəliklərin müalicəsində bu bitkinin istifadə qaydaları haqqında danışacağam. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Zəncirotu çoxlarının adi alaq otu kimi gördüyü, amma əslində tərkibi ilə diqqət çəkən bitkilərdən biridir. Bu bitki təkcə xalq təbabətində yox, müxtəlif ölkələrin mətbəxində və təbii müalicə ənənəsində də əsrlərdir istifadə olunur. Hətta məşhur Amerikalı yazıcı Ray Bradbury Zəncirotu şərabı adlı əsərinə də bu bitkinin adını təsadüfən verməyib. Qədim dövrlərdə zəncirotunun şirəsinə həyat cövhəri deyilməsi də onun insanlar arasında nə qədər dəyərli sayıldığını göstərir. Bugün zəncirotundan həm mürəbbə, həm bala bənzər qarışımlar, həm çay, həm də müxtəlif bitki tərkibli vasitələr hazırlanır. Xalq təbabətində isə onun kökü, yarpaqları və çiçəyi ayrı-ayrılıqda müxtəlif məqsədlər üçün istifadə olunur. Yəni bu bitkinin demək olar ki, hər bir hissəsi faydalıdır. Zəncirotu yer üzündə ən geniş yayılmış bitkilərdən biridir. Daha çox Qafqazda, Mərkəzi Asiyada və Avropanın müxtəlif bölgələrində rast gəlinir. Bu bitki qədim Misirlilərə, Yunanlılara və Romalılara da məlum bir bitkidir. Ənənəvi Çin təbabətində isə 1000 ildən artıqdır istifadə olunur. Məsələn, Fransada onun yarpaqlarından salatlar hazırlanır. Britaniyada çiçəklərindən şərab düzəldilir. Yunanistanda isə bəzi milli yeməklərin əsas tərkiblərindən biri sayılır. Bəs zəncirotunu bu qədər dəyərli eləyən nədir? Əvvəla zəncirotu qidalı bitkidir. Yarpaqları və gövdəsi A, C və K vitaminləri ilə zəngindir. Tərkibində dəmir, kalsium, kalium, fosfor, maqnezium kimi vacib minerallar da var. Kök hissəsində isə inulin adlı xüsusi bir maddə olur. İnulin bağırsaqlar üçün faydalı hesab olunan lif növüdür və həzmin yaxşılaşmasına dəstək verə bilər. Bitkinin müxtəlif hissələrində olan polifenollar və digər antioksidant maddələr isə orqanizmi oksidləşdirici stressdən qorumağa kömək edir. İndi isə gələk zəncirotunun insan sağlamlığı üçün əsas faydalarına. Birinci faydası onun vitamin və mineral baxımından zəngin olmasıdır. A vitamini göz sağlamlığı üçün vacibdir. C vitamini immunitetin güclənməsinə kömək edir. K vitamini isə qan laxtalanması və sümük sağlamlığı üçün əhəmiyyətlidir. Dəmir, kalsium, fosfor və kalium kimi minerallar da həm qan dövranını, həm sümükləri, həm də ümumi enerji mübadiləsi üçün faydalı hesab edilir. İkinci məsələ həzm sistemidir. Zəncirotunun kökündə olan inulin bağırsaq florasına müsbət təsir göstərir. Lifli tərkibi qəbizliyin qarşısını almağa, köp və həzm narahatlığını azaltmağa kömək edə bilər. Xalq təbabətində isə zəncirotu çox vaxt iştahı açmaq, bağırsaqların işini yaxşılaşdırmaq və ümumi həzmi dəstəkləmək üçün istifadə olunub. Üçüncü mühüm istiqamət qaraciyər və öd sistemidir. Zəncirotunun tərkibində olan bəzi acı maddələrin qaraciyər fəaliyyətini və öd axınını dəstəkləyə biləcəyi düşünülür. Buna görə də fitoterapiyada onu öd ifrazını artırmaq, həzmi yüngülləşdirmək və yağlı yeməklərdən sonra yaranan ağırlıq hissini azaltmaq məqsədi ilə istifadə edirlər. Dördüncü vacib xüsusiyyəti onun antioksidant təsiridir. Tərkibindəki beta-karotinlər, flavonoidlər, lutein və digər maddələr hüceyrələri sərbəst radikalların zərərlərindən qorumağa kömək edə bilər. Bu isə həm iltihabı proseslərin azalmasına, həm də orqanizmin ümumi bərpasına dəstək verə bilər. Beşinci istiqamət sidik qovucu təsiridir. Zəncirotu bəzi insanlarda bədəndə yığılan artıq suyun atılmasına kömək edə bilər. Bu səbəbdən xalq təbabətində şişkinlik, ağırlıq hissi və toksinlərin bədəndən uzaqlaşdırılması üçün istifadə olunub. Amma bunu da qeyd etməliyəm ki, sidik qovucu təsiri olan hər bir bitki hər kəs üçün uyğun deyil. Zəncirotunun dəriyə və sinir sisteminə təsirindən danışılır. Bəzi ənənəvi mənbələrdə onun dərini sakitləşdirdiyi, qaşınma və iltihab zamanı dəstək verdiyi,
etdiyi, sinir sistemini rahatlaşdırdığı və yuxunu yaxşılaşdırdığı qeyd olunur. Məsələn, 3-5 xörək qaşığı qurudulmuş zəncir otunun üzərinə 1 litr qaynar su tökülüb dəmlənilir. Sonra süzülərək vannaya əlavə edilir. Bu üsul çox vaxt rahatlaşdırıcı məqsədlə istifadə olunur. Zəncir otu ilə bağlı diqqəti çəkən digər mövzulardan biri də qan şəkəri ilə bağlıdır. Kökündə olan inulin və lif bəzi hallarda şəkər balansına dəstək verə bilər. Amma burada çox vacib bir məqam da var. Şəkər xəstəliyi olan insan zəncir otunu dərman əvəzinə qəbul etməməlidir. Bu yalnız əlavə dəstək kimi düşünülə bilər və mütləq həkim nəzarəti altında olmalıdır. Bəzi hallarda zəncir otunun bağırsaqlardakı bakterial tarazlığa da müsbət təsir göstərə biləcəyi qeyd olunur. Yəni prebiotik xüsusiyyəti sayəsində bağırsaq florasının dəstəklənməsində rolu ola bilər. Bu da öz növbəsində həm həzmə, həm də ümumi immun sisteminə müsbət təsir göstərə bilər. Amma hər faydalı bitkidə olduğu kimi zəncir otunun da əks təsirləri ola bilər. Zəncir otu istifadə eləməmişdən əvvəl xüsusilə müəyyən xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdır. Məsələn, qastrit, mədə və 12 barmaq bağırsaq yarası olanlar, pankreatit, yüksək turşuluq, reflü və allergiyası olan şəxslər bu bitkini həkim məsləhəti olmadan istifadə etməməlidir. Çünki bəzi hallarda vəziyyəti yüngülləşdirmək əvəzinə daha da ağırlaşdıra bilər. Bir də dərmanlarla qarşılıqlı təsir məsələsi də var. Zəncir otu bəzi dərmanlarla birlikdə istifadə olunanda problem yarada bilər. Xüsusilə mədə turşusunu azaldan antasid tərkibli dərmanlar, qandurulaşdırıcılar, sidik qovucular və şəkər salıcı dərmanlarla birlikdə istifadə ediləcəksə, mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki bitkinin təsiri həmin dərmanların işini dəyişə ya da ki, yan təsir riskini artıra bilər. İndi də gələk zəncir otunun necə istifadə olunmasına. Bu bitkinin yarpaqları salatlara və soslara əlavə oluna bilər. Amma yarpaqları bir qədər acı olduğu üçün çoxları əvvəlcə onu duzlu suda saxlayır, sonra isə istifadə edir. Çiçəklərindən çay, mürəbbə və müxtəlif qarışıqlar hazırlanır. Kök hissəsi isə qurudularaq toz halında istifadə olunur. Zəncir otunu toplamaq istəyənlər üçün bir neçə vacib məqam da var. Bu bitkini yol kənarı, zavod və sənaye zonalarından toplamaq olmaz. Çünki belə hallarda bitki torpaqdan və havadan zərərli maddələr uda bilər. Ən yaxşısı təmiz ərazilərdən toplamaqdır. Yarpaqları yazda səhər tezdən, çiçəkləri quru havada çiçəklənmə dövründə, kökləri isə daha çox payızda toplanır. Qurudulmuş halda isə şüşə qabda və parça torbada saxlanması məsləhətdir. Sonda isə nəticə olaraq zəncir otu sadə görünən, amma tərkibi və istifadə imkanları ilə çox maraqlı bir bitkidir. O, vitamin, mineral, lif və antioksidantlarla zəngindir. Həzm sistemindən tutmuş qaraciyərə, bağırsaqlardan dəriyə qədər bir çox sahədə faydalı ola biləcəyi düşünülür. Amma bu o demək deyil ki, hər adam onu düşünmədən istifadə eləsin. Xüsusilə xroniki xəstəliklər, dərman qəbulu, allergiya və mədə problemi olanlar üçün ehtiyat vacibdir. Unutmayın, təbii olması hər zaman zərərsiz olması demək deyil. Bitkilər də düzgün istifadə olunduğu zaman insana fayda verə bilər. Çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilər, bugünlük də bizdən bu qədər. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, aşağıda yerləşən bəyən düyməsinə basmağı və kanalımıza abunə olmağı unutmayın. Bizi həmçinin YouTube'dan, Facebook'dan, TikTok'dan və Instagram'dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət eləyir. Növbəti videolarımızda görüşənədək. Hələlik.